Fərhad Məmmədov Müseyboğlu. Yaşım 38, Mingəçevir şəhər. Mən buradan Sosial Müdafiə Nazirliyinə xahişimdir, mənə dəstəyiniz olsun. Aidiyyatı orqanlara müraciət edirəm, dövlətə müraciət edirəm. Mən 1988-ci ildə, 2009-da qılçamla sinir xəstəsi, 1988-ci ildə anadan olmuşam, 2009-dan qılçamdan zədəliyəm, köməyinizə xahiş edirəm. Mən neçə dəfələr Mingəçevir xəstəxanasında 10 dəfə yatmışam, amma bir dəqiqə həkimlərdən mənə xeyir yoxdur. Mənim əsəb xəstəliyimdən diz oynaqlarım, qılçam yerinə yetirməyəcəyi üçün mən köməyimi əsirgəməyim. Mən hal-hazırda 250 manat alıram, ikinci qrup 50. Mən Mingəçevir şəhəri İcra Hakimiyyətinə müraciət elədim, tərəf etmədilər mənə, razı olun. Səhhətimdə biraz problem var, ona görə danışa bilmirəm. Üzrlü birliyi xahiş edirəm. Mən dövlət orqanlarına müraciət edirəm. Mənim dövlət tərəfindən mənə yardım oldu, baxıcı arzumda. Mənə 250 manatdan eləmir. Mən 250 manatdan yaşaya bilmirəm, xahiş edirəm, dövlət orqanları mənə dəstəyiniz olsun. Mən, anam, bacım heç bir işləmir deyə, mən əliliyimə görə 250 manat mənə qane eləmir. Mənə dəstəyiniz olsun. Deyim, mən 250 manata görə birinci qrup əlilliyi istəyirəm, işləmirəm, eləmirəm, işləmə qabiliyyətim də yoxdur. Heç yandan da mənim gəlir yerim yoxdur. O bu insanlar mənə kömək oldu ki, mənə dəstək budur, amma işləyə bilmirəm. Mən prezident tərəfindən hamısına xahişimdir, mənə dəstəyiniz olsun. Mən də durmağa qalxım, mən də Azərbaycanlı oğlum. Mən də istəyirəm ki, mən də ailə qurum, uşağım olsun, gözüm qarşısında olsun. Mən ondan ki, mənə baxan yox, eləyən yox, mənə dəstəyici dövlət əməkdarlarına xahişim odur, mənə dəstəyiniz olsun. Sağlam olanda mən Fərhad işləyirdim, onda işləməyə qüvvəm var idi. İndi isə əliləm, ikinci qrup, mənə dəstəyinizi xahiş edirəm, əsirgəməyin. Xeyir sevən insanlara mənə dəstəyiniz olsun.